Salam dostlar, kanalıma xoş gəlmisiniz. Ümid edirəm hər biriniz çox yaxşısınız. Bir dəqiqə, deyəsən nəsə çatışmır. Amma problem deyil, mənim sehirli çubuğum var. Mən istəyirəm sehirli çubuğumuzla lövhəmizi ekrana gətirək. Hazırsansa başlayaq. 3, 2, 1. Lövhəmiz ekrana gəldiyi üçün davam edə bilərik. Amma videoya keçməzdən əvvəl kanalıma abunə olmağı, videonu bəyənməyi, rəy yazmağı və alman dili öyrənən dostlarınızla paylaşmağı unutmayın. İndi isə keçək mövzumuza. Bugün sizlərlə alman dilində sadəcə gündəlik həyatda salamlaşma necə olur onu öyrənirik. Deməli, ilk öncə başlayaq hər zaman daha çox eşitdiyimiz hello kəlməsinə. Mənlə bərabər təkrar edin, həm tələffüzünüz düzəlsin, həm də yaxşı yadda qalsın. Hello, hello. Daha sonra ingilis dilinə bizə məlum olan hi ifadəsinə. Hi, hi, çox rahat, çox sadədir. Grüß Gott, Grüß Gott. Allahın salamı olsun. Əgər bir insana dini mövzuda Allahın salamı üzərinə olsun demək istəyirsənsə, yəni bir növ dini salamlaşmadır. Grüß Gott ifadəsini işlədə bilərsən. Daha sonra moin, moin. Bu həm tək deyilir moin və yaxud da moin, moin olaraq da səsləndirə bilərlər. Daha çox Hamburg tərəflərdədir. Servus həm Bayern, həm Baden-Württemberg əyalətlərində daha çox istifadə olunur. Amma baxmayaraq ki, hər əyalətinin özünün salamlaşma ifadəsi var. Amma mən əvvəl Baden əyalətində yaşayırdım. Moini orada daha çox eşidirdim. Yəni, ola bilər ki, başqa yerdən bəlkə də gələnlərdir. Yəni, başqa əyalətdən köçüb burada yaşayanlardır. Amma moin kəlməsində çox istifadə eləyirdilər. Hal-hazırda Hessen əyalətində yaşayıram. Servus kəlməsini o qədər eşitməmişəm. Servus, servus, belə. Sonra Grüß dich var. Grüß dich, Grüß dich. Yəni, Grüß də deməkdir salam, dich də əslində burada səni olaraq deyilirsə, salam səni. Almanlarda onsuz da bilirsiniz də, bəzi, məsələn, ifadə və yaxud da bəzi feillər var ki, tərcümə baxımından, Azərbaycan dilinə tərcümə baxımından dativ hal tələb etsə də, amma, yəni dativ istəsə də, amma normal özü qayda baxımından akuzativ, yəni təsirli yalı istəyir. Biz də məcbur onu özündən sonra təsirli yalı qoyuruq. Eyni ilə də burada bu proses baş verir. Grüß dich, salam sənə mənası olsa da, amma dih burada təbii ki, akuzativ haldır. Daha sonra bizim bir də günlərin, yəni saatlara uyğun vaxtlar var ki, məsələn, sabahınız xeyir, guten morgen, guten morgen, guten morgen, morgen. Sadəcə bunu morgen olaraq da deyə bilirik. Deməli, burada guten morgen kəlməsində biz hər zaman nə demişik? Deyirik ki, əgər sözün sonunda n varsa, onu ın kimi tələffüz edir. Yəni, guten morgen, guten morgen, guten morgen. Amma guten morgen da desəz, yəni səhv deyil əslində. Sadəcə olaraq tələffüzü doğru öyrənsək, Almaniyada sırf almanların özündən də həmin kəlməni eşidəndə heç bir problem yaşamarıq. Mənim sadəcə çalışdığım sizlərə gündəlik həyatda sırf almanların özündən nə eşidirəmsə onu sizə çatdırım. Çünki biz öyrənirik təbii ki, kitab üzərindən və kitab üzərindən öyrəndikdə də gəlib Almaniyada eyni kəlməni fərqli cür eşidə bilərik. Və öz-özümüzə deyə bilərik ki, mən bu kəlməni bəlkə də öyrənmişəm, amma tələffüz baxımından mən onu bilmirəm. Yəni, yadıma düşmür hansı kəlmədir. Yəni, bu kimi hallarda baş verə bilər. Amma təbii ki, motivasiyanızı düşürməyin. Çünki hər şeyin başlanğıcı çətin olur. Amma bu çətin olaraq davam edəcək anlamına da gəlmir. Çünki hər bir çətinliyin sonu təbii ki, asanlıq olur. Necə ki, hər gecəmiz işıqlı bir sabaha bərabər olduğu kimi, hər çətinliyin də ardından bir asanlıq gəlir. Ona görə də motivasiyanızı güclü eləyin və öyrənməyə davam edin. Bəlkə bu videoma bir ay ya da aylar sonra ya da bir il sonra məsələ Almaniyadan baxacaqsınız. Daha, necə deyim, Alman dilinizi yaxşılaşdırmaq üçün. Davam edirik. Sonra guten Tag, guten Tag, yəni gün ortanız xeyir, hər vaxtınız xeyir.
belə tərcümə olunur. Guten Tag. Tag. Həmçinin də deməli mən bunların qarşısına Azərbaycan dilində mənalarını yazmamışam, amma siz videonu izlədikcə videonu dayandırıb qarşılarına da qeydlərinizi götürən zaman mənalarını yaza bilərsiniz. Guten Abend, guten Abend, Abend, guten Abend, Abend. Axşamınız xeyir mənasındadır. Burada sonda bir dənə sağollaşma yazmışam, Guten Nacht. Sadəcə başına sağollaşma olaraq qeyd eləməmişəm. Guten Nacht da gecəniz xeyrə qalsın deməkdir. Guten Nacht, Guten Nacht, Nacht, sadəcə Nacht, sadəcə Abend ya da Tag, Morgen kimi də deyə bilirik. Mən düşünürəm ki, salamlaşma mövzusu o qədər də çətin bir mövzulardan deyil. Baxmayaraq ki, mən bunu izah edirəm, çünki ola bilər ki, kanalıma yeni izləyicilər gəlib və onlar sıfırdan başlayırlar, dili necə öyrənməklərini bilmirlər. Elə kiçik bir qeydlərdən də başqa bir insanı salamlayanda o insanın özünə xoş gələcək deyə mən artıq alman dilində bir insanı salamlaya bilirəm və yaxud da ki, bir insanla artıq görüşəndə hansı ifadələr demək lazımdır, onu öyrəndim, onu bildim. Düşünürəm ki, heç bir çətinlik yaranmadı. Videonu izlədikdən sonra videonun ən sonunda sizin üçün tapşırıqlar da yerləşdirəcəm. Həmin tapşırıqları da edib rəy bölməsində qeyd etməyi unutmuruq. Bugünlük bu qədər. Sizinlə sağollaşıram. Növbəti videoda görüşmək ümidi ilə. Hələlik.